Salam dəyərli şagirdlər, xoş gördük hər birinizi. Bugün sizinlə 12 aprel tarixində, yəni bugün keçiriləcək buraxılış imtahanının suallarına baxacağıq. Deməli, birinci sualımız belədir ki, 12 tam 4-də 3 vur, yəqin ki bu 2-dir, çıx 27. Birinci mötərizəni üçün həll edək. Yəni, qarışıq ədədi əvvəlcə 2-yə vuraq. Qarışıq ədədi çevirməliyik düzgün olmayan kəsrə. 4-ü 12-yə vuruq 48, üzərinə 3, 51. Vuraq 2-yə. 4 ilə 2 ixtisar getsin, qalsın 2, 2-də 51, çıx 27. Bölünsün 4-də 3. Bölünsün, mənfi 4-də 3-ün kvadratı 16-da 9 edəcək. Burada 2-ni 27-yə vursaq 54 edəcək, 51 çıx 54. Bu edir 2-də mənfi 3. Bölmədən vurmaya keçsək, mənfi 2-də 3-ü vuracam. O zaman 16 9-a yox, 9-da 16-ya. 3-ü 3-ə böləcək, 3 mənfimiz qalır. 16-nı 2-yə böləcək, 8. Mənfi 3-də 8. Bunu da keçirsək, qarışıq ədədə mənfi 2 tam 3-də 2 eləyəcək cavab D variantı. Növbəti sual tərkibində 2,5% mis olan 1 ton mis kalçedanından 21 kiloqram mis alınmışdır. Neçə faiz mis itkiyə gedir? Deməli, baxaq hələ bir görək 1 tondan, yəni 1000 kiloqramdan 2,5% mis alınmalıdır. Bunun bir sıfırın verək, buna olsun 25, ki sıfırı da ixtisar aparaq. 25 kiloqram mis alınmalıdır, amma bizdə alınıb 21 kiloqram. 4 kiloqram itkiyə gedib. Görək bu 4 kiloqram əvvəlcə 25 kiloqramın neçə faizidir ki, itkiyə getmə baş verib. 25 ilə 100 ixtisar aparsaq 4, 4 vur 4, 16 faiz itkiyə getmə baş verib. B variantı. 59-cu sual. Koordinat müstəvisində ABCD kvadratının x, y, 4, 1. X-in 4-ü, y-in 1-i tutaq ki, buradadır. Bura o zaman 4, bura 1-dir. A nöqtəsi. C, X-in x-i, y-in mənfi 1-i. Bura mənfi 1 olacaq, burada 2 olsun. D, X-in x-i, y-in 1-i. Bura olacaq. Bu A idi, bu B idi, yox C idi. Və B təpəsinin koordinatları tapın. Söhbət kvadratdan gedirsə, uşaqlar, tam kvadrat gəlib buradan qapanmalıdır. Yəni, X-in hansından düşürük? Rəngi dəyişin. X-in biz hansından düşürük aşağı? Baxın, X-in elə 4-ündən düşüb harada dayandıq? Mənfi 1-də. Deməli, X-i 4, Y-i olmalıydı. Mənfi 1. Cavab D variantı. 60-cı sual. Kvadratlar fərqi düsturdur. Yetəri qədər bundan işləmişik sizinlə. A çıx 5-in kvadratı çıx 16 4-ün kvadratıdır. A çıx 5 bir dəfə 4-ü çıxmalıyıq. Bir dəfə də 4-ü üzərinə gəlməliyik. Hər ikisi mənfi olduğuna görə toplanır. A çıx 9. Mənfi 5 üstə gəl 4 olduğuna görə A çıx 1 olacaq bu da. A çıx 9, A çıx 1 A variantı. 61-ci sual. Üçbucağın tərəflərinin uzunluğu 20, 16, 18-dir. Təpələri verilən üçbucağın tərəflərinin orta nöqtələri. Orta nöqtələri də belə götürək buradan. Yəni 9, 9 yarıya bölündü. 8, 8 yarıya bölündü. Eyni zamanda bu üçbucağın orta xəttidir. Oturacağın yarısına bərabər olmalıdır. 10 olacaq. 8, 10, 9. Toplayacaqsınız, edəcək 27 və ya uşaqların yadında qalması üçün qısa bir üsulla deyirik ki, normalda perimetr neçədirsə, normalda perimetr 18, 20, 54-dür. Onun biz yarısını götürəcəyik 27. Çünki bütün tərəflər bölünür onsuzda. Cavab Y variantı. 62-ci sualda tam səthinin sahəsi 24 cm kvadrat olan kubun həcmini tapın. Kubun tam səthinin sahəsi 6A kvadratıdır. Bərabərdir 24-ə. A kvadratı tapırıq ki, buradan
4-ə bərabərdir. Normalda bu mənfi 2 və 2-dir, amma tərəf olduğuna görə biz 2 götürəcəyik. Tərəf 2 oldu. Kubun həcmi bilirik ki, A kubudur. Yəni 2-nin kubu edəcək 8. C variantı. 63-cü sual. Çevrənin uzunluğu 32 pi idi. Çevrənin uzunluğunu üstünü bilməliyik. 2 pi r. 2 pi r 32 pi idi. Yəni pi'lər ixtisar gedir. 32-ni 2-yə bölürsünüz. Radius olur 16. Cavab A variantı. 64-cü sualda. Bunu dəfələrlə mən öz şagirdlərimə bildirirəm ki, mənfi 5-in kvadratı ilə mənfi 5-in kvadratı fərqli ədədlərdir. Bu, mənfi 5 vur, mənfi 5 deməkdir. Bu isə mənfi dayanıb qarşıda. 5 ilə işi yoxdur. Mənfi 5-in kvadratı 5 vur 5 deməkdir. Yəni, mənfi 25, bu isə 25 edir. Yəni, A müsbət ədəddir. A 25-dir, B mənfi 25-dir, C isə mənfi 5-dir. Deməli, A böyük olmalıdır. Ümumiyyətlə, bərabərlikdən söhbət gedə bilməz. Y variantını çıxdıq. Ən böyük bizdə olacaq A. Daha sonra mənfilərdə isə kiçik olan böyük sayılır. C, sonra isə B. Cavab C variantı. 65-ci sualda. Kəsrin məxrəci surətindən 1 vahid böyükdür. Məxrəci götürək. Deməli, məxrəc böyükdür surətdən. X plus 1. Surəti götürək. Biraz uzun gedəcək. Bu yanda yazım. X plus 1, X. Bu kəsri onun tərsi. Yəni, məxrəc surətinin yer dəyişmiş şəkildə. Toplasaq, cəm 2 tam %5 olar. Yəni, %205 yaza bilərəm bunu. Və yaxud ixtisar aparım, ən rahat yazım ki, 5 yaparsam 20-də 41. Daha rahat ədədlər veriləndə bunu tapmaq olurdu. Biraz fərqli verib. Hər nəysə, ortaq məxrəc götürək x plus 1 ilə x-a. Elə x plus 1 götürək. Bura düşəcək x, bura düşəcək x plus 1. Yəni, x vur x, x-in kvadratı. Burada isə x plus 1-in kvadratı olacaq x kvadrat plus 2x plus 1. 20-də 41. Yuxarını sadələşdirək. 2x kvadratı plus 2x plus 1. Məxrəcdə x kvadratı plus x. 20-də 41. Deməli, tənasüblə vuraq. 20-ni vururam 2x kvadrata 40x kvadratı. 20-ni vururam 2x-a 40x. 20-ni 1-ə vururam 20. 41-i vururam 41x kvadratı. 41-i vururam x-a 41x. Hər şeyi keçirim sağa. 41x kvadratından 40x kvadratını çıxsam, eləyəcək x kvadratı. Deməli, 41x-dən 40x-i çıxsam, edəcək müsbət x qalacaq. 20 də keçəcək sağa, olacaq mənfi 20. V teoremindən də görə bilərsiniz ki, kökləri cəmi mənfi 1, hasili mənfi 20 olan ədəd mənfi 5 və 4-dür. Mənfi 5 ilə 4-dür. Deməli, mən və yaxud da diskriminantla tapa bilərsiniz. Diskriminantla tapsaz, qoyun onu da yazaq. Mənfi 1-in kvadrat edəcək elə 1, çıx, 4 vur A, yəni 1 vur mənfi 20. Bu da 81 edəcək toplayanda. X1, X2 ilə tapa bilərsiniz o şəkildə. Deməli, mənfi 5 və 4. Mən 4-ü götürəcəm. Bu kəsri tapın. Əslində heç mənə burada cəmi müsbət alıb, ona görə mənfini götürməyəcəm. Deməli, 4-ü aparaq yazsaq yerinə. Nə edəcək? Məxrəc dedi ki, surətdən bir vahid böyüdürsə 5-də 4 edəcək cavab. B variantı. Mənfi 5-i yoxlasaydım, bir vahid böyüyündə mənfi 4-ə gedəcəkdir. 5-də 4. Hələ yeni inşa alınacaqdır. Cavab eləyəcək B variantı. Keçdi 66-cı suala. Bölünən bölən qismətdir. Bölünən, bilirsiniz ki, bölən qismət, natamam qismət daha doğrusu, qalıq. Bölünən 496-dır. Böləni bilmirik, qisməti bilirik 4-dür. Qalıq isə 96. X bilirik ki, bölən
natamam qismətə vurulub üzərinə qalıq gəldikdə bizə bölünəni verəcək. Yəni 4x-ə vururuq. 4x üzərinə 96 gəlsək 496 edəcək. 96 keçəcək sağa. 496-dan 96-nı çıxaq. 4x 400, x 100. Bölən oldu daha doğrusu 100 C variantı. 67-ci sualda sadəcə kök altıdır, çox sadədir bu. 25-dən bilirik ki, bu kökdə 25-in qiyməti 5-dir. 4-ün üzərinə 5 gəlirik. Bu edir 9. Cavab edəcək 3. Biz 9-ların KSG-sindən bu tip sual yazmışdıq. 68-ci sualda sürətdən və məxrəcdən ortaq vurğular çıxarmaqla misalım həll olacaq. Baxıram ki, hər ikisindən mən 7-ni götürə bilərəm. Çünki hər ikisində 7 var. D üzərinə gələk, C qalacaq vuruq. Məxrəcdən isə 21-i çıxaram ortaq vuruq kimi. D plus C qalacaq. D plus C-lər ixtisar gedəcək. 21-də 7. Onları da 7-yə ixtisar aparsam 3-də 1, yəni A variantı. 69-cu sualda burada 3 idi. Kimi şagird mənfi 2-ni aparıb yerinə yaza bilər, amma bu misalda səmərəli deyil. Niyə? Çünki mənfilər çoxlu qarışdıra bilərsiniz. Gəlin, vuraq açaq. Mənfi 1/5-i, misalı burada yazım. Vururuq mənfi x böl 3-ə. Çıx 2. Bilirik ki, bu mənfi hər ikisini bunu müsbətləşdirəcək. Yəni, müsbət olacaq ifadəmiz. 3-də 1/5 x-in kvadratı. Üzərinə gələk. 1/5-i 2-yə vuranda mənfilər müsbətləşdi. 3 eləyəcək. 3x. Uşaqlar, elə 1/5 ilə 3-ü ixtisar aparıb məxrəcdə 2 saxlaya bilərəm. 2-də x kvadratı plus 3x. X mənfi 2-dir. İndi gətirim yerinə yazım mən. Mənfi 2-nin kvadratı, məxrəcdə də 2, 3 vur mənfi 2. Uşaqlar, mənfi 2-nin kvadratı 4 edir. 4 böl 2 çıx 6, yəni 2 çıx 6, bu da edəcək mənfi 4, B variantı. 70-ci sualda kvadrat tənliyinin kökləri budur, yəni x1, x2-dir. B böl A nisbətini tapın. Bilirik ki, biz ax kvadratı plus bx plus c bərabərdir 0 tənliyində Viye teoremindən istifadə edə bilərik, ən rahat odur. Yəni x1 ilə bizdə x2 cəmi verəcək mənfi 2, x1 plus hasili isə etməlidir mənfi 15. Deməli, buradan biz Viye teoremini keçməliyik. Yəni, hər tərəfi A-ya bölməliyik. Çevrilmiş kvadrat tənliyi şəklində olmalıdır. B böl A olacaq, deməli, x plus C böl A bərabərdir 0-a. Elə bizdən B böl A-nı istəyirmiş. Yəni, kökləri cəmi. Kökləri cəmi mənfi 2-dirsə, B böl A olacaq müsbət 2 Y variantı. Keçdik 71-ci sual. Dəfələrlə işləmişik. 7-8 kitablarında var. 180-i biz bu nisbətdə 3 hissəyə ayrılmışdır. Bu ədədləri tapın. Yəni 180-i böldük. Bir hissə buna verdik. 2 hissə bu olsun. 3 hissə də olsun bu. Ümumi neçə hissəyə ayırdıq biz 180-i? 6 hissəyə. 6 hissə 180 ədədi deməkdir. Hissə olacaq, bir hissə olacaq 30. Bir dənəsi 30-dur. Bir dənəsi 30 elə olacaq 30, 60, 90, cavab B variantı. 72 isə oxşarlıqdır. Bucaqları özü bizə burada verib. Bu olsun alfa, eyni olanlar bir xət verib. 2 xət beta olsun. 3 xət, yəqin ki 3 xətdir. Burada qamma olacaq. Özüm adlandırdım bunları alfa, beta, qamma. Bilirik ki, eyni bucaqların qarşısındakı nisbətlər bir-birinə bərabər olmalıdır, əgər oxşardılarsa. Mənə sərfəli burada alfanın, betanın qarşısıdır. Alfanın qarşısı 4-dür, alfanın qarşısı x plus 4-dür. Betanın qarşısı 2x çıx 5-dir. Betanın qarşısı 6-dır. X plus 4, tənasüblə vuraq, açaq, x çıx 5, 24. 2x kvadratı çıx 5x plus 8x çıx 20, 24. 24 elə bu tərəfə atım, çıx 24. 2x kvadratı plus 3x çıx 44. D bərabərdir 9. Yəni 3-ün kvadratı çıx. 4 vurulsun. 2 vurulsun. Mənfi 44 plus olacaq. 9 plus 8-i vururam. 2
3 yadda 32, 35, 352, 361. Bu 19-un kvadratıdır. Uşaqlar x1-i tapaq. -3 olacaq. Çünki -b plus kökdə 361 böl 2. A da sizdə 2 idi. -3 plus 19 böl 4. Olsa tərəfdə bizə müsbəti lazımdır. 19-un üstünə 3 gələcək. 16 böl 4. 4. Biraz uzun uzadı gedən misal idi. X-i tapdıq ki 4. Cavab oldu 4. Keçdik 73-cü sual. Cəmi cüt ədəd olarsa A plus B cəminin ən böyük qiymətini tapın. Ümumiyyətlə cüt ədəd olması üçün biz onsuz da sonlara baxmalıyıq. A plus B ya 0 ilə, 2 ilə, 4 ilə, 6 ilə, 8 ilə bitməlidir. Mənə deyir ki, cüt ədəd olarsa ən böyük qiymət A-nın da B-də fərqliliyin deyir. Özümüzdə nə də qoyacaq? Ən böyük olmasını təbii ki 9-dan başlayacağam. Hər ikisini 9 götürə bilmərəm. Çünki böyük, bərabər ədədlər. 9 ilə 8 götürsəm, edəcək 17, tək ədəd oldu, çıxdı. 9 ilə 7 götürsəm, 16 olur. Bəli, cüt ədəddir. Cavab olacaq onda elə 16. Keçdik 74. Tənliyinin qrafiki üzərində absisi dəfələrlə düşüb. Bu sualda keçən imtahanda da düşmüşdü. Eyni tip sualdır. Absis bilirik ki x-dır, ordinat isə y idi. Absisi -4'dür. Yəni x-in yerinə -4 yazıb y-yi tapaq. -8 üzərinə y5, y edəcək 13. 75-ci sualda bir təpəsi koordinat başlanğıcında olan, yəni burada 0, 0'dır və diagonalları k, yəqin ki çəkilməyib, bilmirəm şəkil necə idi. Yəqin ki ümumiyyətlə diagonallar bura düşəcək. K nöqtəsi yəqin onu deyir. 4 0-sa deməli x-i 4'dür, y-i 0'dır da. Yəni buradan bura kimi məsafə 4'dür. Fiqur da kvadratdır. Sahəsini istəyir bizdən. A kvadratı. Deməli nədir bu? Kvadrat ABCD-dir. Hər tərəf bildik ki, bərabərdir. AC isə kvadratın diagonalı olacaq. Kvadratın diagonalı bilirik ki, A kökdə 2-dir. Diagonal burada 8-dir. 8-dir. A kökdə 2. A-nı tapmaq üçün 8-i bölürük kökdə 2-yə. Rasionaldan azad etməyə də bilərik. Elə bunun kvadratı 8 böl kökdə 2-nin kvadratı. Edəcək kökdə 2-nin kvadratı 2-dir, 8-in kvadratı 64. Cavab eləyəcək 32. Və ya çox yadıma düşmür, d kvadratı böl 2 düsturu ilə. Bu düstur hardan gəlir? Burada elə düsturla tapsam, a kökdə 2-dir də, düzdür. A-nı d ilə əlaqələndir. A-nı tapsam, d böl kökdə 2. Elə d böl kökdə 2-nin də kvadratı bizə d kvadrat böl 2 verir. Yəni birbaşa düsturdan istifadə edə bilərdim. 64 böl. Yəni cavab edir 32. Bizdən elə sahə istəyirsə 32. 76-cı sual 2 qat bərabərsizliyi ilə əlaqəlidir. Tam əllərin cəmini istəyir. Görürük ki, buradakı x-dır. Bizə x tək lazımdır. Hər tərəfi böləcəm 2-yə. Müsbət ədədə bölürəm. İşarə dəyişməyəcək. Edəcək -1/5. Kiçik bərabərdir x-dan. Böyük bərabərdir. Kiçik bərabərdir x-dan. X də kiçik bərabərdir 5/5-dən. Tam əllər burada da ödənəcək. -1, 0, 1, 2, 3, 4, 5. Cəmi istəyirsə -1-dən 1-ə kimi 0 verdi. 2, 3, 4, 5-in cəmi isə bizə verəcək 14. Deməli, -1 onda 5, doğru tapdıq. 5 onda 5. 5-ə gedər. Keçdik 77-ci sual. Bu tip suallarda toplamaq bizə sərfəlidir. Çünki çıxsam nə alacağım buradan? X, y qalacaq, x qalacaq, bir şey də bilmirəm. Toplasam 2 dənə x kvadratı, çıx 4xy plus 2 dənə y kvadratı 18. Hər tərəfi 2-yə bölsəm x kvadratı çıx 2xy plus y kvadratı 9. Bu isə x çıx y-in kvadratını verir bizə. Elə bilin ki, modul. X çıx y-in kvadratı demək də elə eyni şeydir. X modulda x çıx y-in biz tapsaq buradan. O edəcək 3. Müsbətini götürəcək. X çıx y həm -3, həm müsbət 3 ola bilər. Bizdən amma burada modul verib deyə cavab olacaq 3. 78-ci sual. AC, BD düz xətləri Y nöqtəsinə kəsişirlər. Yəqin ki, bura Y-dir. Kəsişmə nöqtəsi.
Əgər YF, bu da F olar, B, Y, S-nin tən böləni. YF, B, Y, S. Yəni bu X, X bunu yarıya bölür. Və S, Y, D-ni 50 dərəcə verib. A, Y, F. Bu bucağı istəyir bizdən. Baxın, qırmızı ilə çəkim. Bu bucağı istəyir bizdən. Deməli, baxıram ki, burada B, Y, D açıq bucaqdır. Yəni 180 dərəcə olmalıdır. 2 dənə X plus 50 dərəcə bizə verməlidir 180 dərəcəni. 2X 130, X 65 dərəcə. Və eyni zamanda AYS də açıq bucaqdır. Yəni bu 2 dənə X-la bu kiçik AYB bucağı da AYB bucaq AYB üzərinə gələk 2X da bu 2 dənə X-lar bizə verməlidir 180 dərəcə. 2X-ı biz 130 tapmışdıq. Bucaq AYB 130, 180 və bucaq AYB 50 olacaq. Yəni bu hissə, göstərim sizə. Bu hissə 50-dir, bu X idi. Tək X-də 65 tapmışdıq. Bizdən isə AYF istəyir yenə də. 50, 65 olacaq 115 dərəcə. 79-cu sual düz bucaqlısında, deməli, bu DN, BM yəqin burada olar. 90 dərəcə. AC-yə diaqonaldır. DN, yəqin ki, bu da DN-dir. AC-yə, yenə də bunu 90 dərəcə. BM 5-dir. BMN, bu üç bucaq, düz bucaqlı üç bucaqdır. Sayısı 60-dırsa, bura bir də A deyək. 5 vur A, düz bucaqlı üç bucaqda bilirik ki, sahə katetlər ərazisinin yarısıdır. Deməli, 5-dən geçsək, 12, 24. Bura 24-dür. 5, 24. Və uşaqlar, bu kiçik hissələr bir-birinə bərabər olmalıdır. Niyə? Çünki bu bizdə 5-dir. Yox, bura 5 deyil. Bura eynidir. Bax, bunlar eynidir. 90-dır. Bu 5-lər. Bax, bu kiçik hissələr eynidir. Bunlar da olmalıdır 5. Yəni, D-in də 5 olmalıdır. Heç mən ona baxmasam da olar. Deməliyəm. Çünki bu hissələr birbirine bərabərdir axı. Burada deyim bir dənə X. Burada deyim bir dənə X. Və burada mən A, B, S üçbucağına baxacağım. Düz bucaqlı üçbucaq. Baxın. Bu ümumi düz bucaqlı üçbucaqdır. Bu da onun hündürlüyüdür. Teorem ayrılırdı. Deyirdi ki, hipotenuza çəkilən hündürlüyü onu özünə oxşar 2 üçbucağa ayırır. Yəni, burada hündürlüyün kvadratı n bura n idi. Proyeksiyalar. Burada hündürlük 5-dir. 5-in kvadratı bərabərdir. Bu kiçik hissə x-dır. Bu isə 24 plus x eləyəcək elə 24 plus x. Buraq açsaq, x-ə vuram x kvadratı plus 24x, 25 keçir bu yana çıx 25. Ümumiyyətlə görülür ki, mənfi 25 ilə 1-dir. Bunların kökləri hasil mənfi 25, cəm mənfi 24. Məndən x istəyir, yəni tərəf deyə cavab müsbət olmalıdır 1. AC 1, 1, 24 üstə 1, 1, bu da eləyəcək 26. Keçdik 80-ci suala. 80-ci sualda bizə deyir ki, 24 şagirddən ibarət sinif fizika və kimya fənləri üzrə qiymətləndirildi. Fizika fənnindən qeyri-məqbul qiymət alanların sayı 8, hər iki fəndən məqbul qiymət alanların sayı 9 olarsa, yalnız fizika fənnindən məqbul qiymət alanların sayı. Deməli, ümumi 24 şagird var. Fizika olsun, kimya, qeyri-məqbul, məqbul. Deməli, fizikadan qeyri-məqbul 8, ümumi 24 nəfərdə 8-i qeyri-məqbul alıbsa, 16 nəfər də o zaman məqbul olacaqdır. Çünki cəm 24 nəfər var. 16 nəfər fizikadan məqbul qiymət alıb. İndi bilmirəm axı bu adamların içində ola bilər ki, neçəsə həm də kimyadan məqbul qiymət alsın ki, onların da sayını elə bizə verib ki, 9 nəfərdir. Elə 16 nəfər ümumi məqbul qiymət alandı. Elə şagirdlər var ki, hər iki fəndən məqbul qiymət alıb, yəni 9 nəfər. Onları çıxsam,
Cavab elə eləyəcək 7 nəfər məqbul, yalnız fizikadan məqbul qiymət alıb. Keçdik 81-ci suala. Cədvəldə 26 tələbənin riyaziyyat imtahanından topladığı ballar haqqında məlumat verilmişdir. Ardıcıl seçilmiş 2 tələbənin birincisinin 70-84, ikincisinin 85-99 bal arası nəticə göstərmiş tələbə olması ehtimalını tapın. Deməli, 3 nəfər 75 bal, 7 nəfər 82, 10 nəfər 87, 3 nəfər 93, 3 nəfər 100 bal alıb. Ümumi 26 tələbə var. Ehtimal məsələsidir uşaqlar. Biz 8-ci sinif nəsildən keçmişdik bunlardan. Ardıcıllıq aslı, ehtimal aslı olmayan var idi bizdə. Yadınızdadırsa. Deməli, tələbələrin sayı burada azalır. Çünki ardıcıl seçirik. Birinci tələbə 26 nəfərdir. 26 nəfərdən birinci tələbə üçün yazıram. 26 nəfərdən görək 70-84 bal arası. 75-82 də burada. 87 çox olur. 75-82, 3, 7, 10 nəfər. 26-da 10 nəfər 70-84 bal arası bal alıb. Mənə nə deyir bir də? İkinci tələbə. Artıq 25 tələbəmiz qaldı bizim. 25 tələbədən də 85-99 arası 100'ü götürməyəcəm o zaman mən. 87-dən götürəcəm 93-ə kimi 13 tələbə. 13 ilə 26-nı ixtisar aparacam. 2-də 1. 10 ilə 25 apara bilərəm. 5-ə 5, 2. Bu ikiləri də aparım. 5-də 1, yəni 0,2. Bu qədər uşaqlar. İnşallah ki, nəticələriniz gözəl olar. Sonda da PDF mənə düzəldib göndərən şagirdimə təşəkkür edirəm. Uğurlar uşaqlar, hər birinizə sağ olun.